Sabahınız xeyir olsun, hörmətli Şəhidin TV izləyiciləri. Biz bu günlərin Beyləqan rayonunun Bahar qəsəbəsindəyik. Bildiyiniz kimi bu günlərin həm 2016-cı il, həm də 2020-ci il Vətən müharibəsinin iştirakçısı olmuş və 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhadətə uzalmış, şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidimiz Ruslan Vəloğlu Hüseynovun evindəyik, mənzilindəyik. Bu günlərim Ruslan yaşasaydı, Ruslanın 38 yaşı olur. Amma Ruslan vətəni hər şeydən üstün bildi, xalqının hər şeydən üstün bildi, vətənin torpaqların azadlığını, suverenliyini, ərazi bütövlüyünü hər şeydən üstün bilərək 38 yaşında təsəvvür götür ki, indi qeyd edilirsə, Ruslan şəhadətə yüksəldi və şəhid oldu. Və mən qeyd etdiyim kimi bu günlərim Ruslan qardaşımızın cənnətdə dəyişməyən mövzududur, 38 yaş tamamdır. Hal-hazırda biz qardaşımızın mövlud məclisinə gəlmişik, Bakıda nezam olunmuşuq Şəhidin TV kollektiv olaraq. Mən Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlar Müdafiəsi İctimai Birliyinin İctimai İşləri üzrə müavini olaraq həmin İctimai Birliyimizin sədri Tahir Məmmədov adından da və Şəhidim TV kollektivinin rəhbərliyi və kollektiva adından da ilk öncə Vərdayı Allahdan böyük səbir dilirik, anamıza səbir dilirik. Allah səbirlərin versin. Allah da Ruslan qardaşımızın timsalında cəmi şəhidlərimizin məkanın, cənnət, məqamlarını çəksin. Çox ağır dərddir övlad itirmək, amma həm də çox fəxirlidir ki, bu qardaşlarımız, bu döyüş yoldaşlarımız şəhadətə uzalıb, şəhidlik zirvəsinə uzalıblar. Mən elə bu anda istərdim ki, qəhrəman şəhidimiz Ruslanın atası, qəhrəman ağsaqqalımız Vəli dayı öz ürəyindən keçən sözlərini bildirsin. Buyur Vəli dayı, siz eşidir. Mən də sizləri salamlayıram, xoş gəlmişsiniz. Heç vaxt bu 6 il ərzində bizləri tək qoymamışsınız. Nəinki bizi çox yerlərə, Bakı, bütün mən elə biləm regionların hamısında olmuşsunuz. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, məqamını uzun eləsin. İnşallah onlar hamısı, bu şəhid analarının, şəhid atalarının balalarıdır, hamısı. Bütün nə qədər Azərbaycan şəhidimiz varsa hamısını. 2020 ya və yaxud da 88 heç kim, mən sevmirəm o cümləni ki, yanıb deyilsin belə. Onların elə o 90-cı ildən 88-ci ildən götürək də, bəri uca başladı, oldu bu. Onların, bu uşaqları elə bir onların ruhu yetişdirdi bu şəhidlik zirvəsinə. Ki, belə ki, bunlar yetişdi, gəldi, çatdı əmilərinin, dayılarının, bacılarının, analarının, qardaşlarının qanını almaq üçün yetişdi bu şəhidlər, onların ruhu ilə yetişdi bunlar. Gəldilər, həmən o analarının, atalarının, bacılarının, qardaşlarının qanını aldılar, torpaq aldılar, özləri də şəhidlik zirvəsinə uzaldılar. Mən bütün şəhidlərimlə, bütün şəhid analarımla, bütün şəhid atalarımla, bütün şəhid bacı qardaşlarıyla, hamısı ilə də şəhidlərimizdən fəxr edirik, onlar da fəxr edirik. Bir daha yenə deyirəm, Baqir şəhidimizin anaları gəlib, İnşallah hələ gəlir, yenə də Tərənə xanımdır, İcana xanımdır, Elnur müəllimdir, çöldədir, indi inşallah yəqin ki, çəkiliş gedəcək. Elə bu anda istərdi elə şəhidimizin anası da öz ürəyindən keçən sözləri bildirsin və bundan sonra elə digər şəhid analarımız da fərqi yoxdur. Bizim üçün xoş gəlmişsiniz. Həmişə bizi yaddan çıxartmışsınız. Biz analar, ataları, balalarımızı biz də yaşadırıq, siz də bizimlə bərabər. Borcumuz. Ona görə mən balalarımıza fəxr edirəm. Mən oğlumla nə qədər həyatda varam, ölənə kimi oğlumu yaşadacağım, oğlumla fəxr edəcəm, oğlumla qürur duyuram. Bütün şəhid analarla bir yerdə.
elə qürur duyulası olurlardı. Ruslan qardaşımızın mövludu olmağına baxmayaraq, Ruslan qardaşımızla bərabər elə bütün şəhidlərimizin demək olar ki, mövlududur. Bəli. Çünki bir şəhidimizin mövlududursa, digər şəhidimizin də mövlududur. Və elə istərdik, burada olan şəhid analarımız da özlərini təqdim etsinlər və öz ürək sözlərini bildirsinlər. Mən də Beyləqan rayonunun 2-ci Şahsevən kəndindən gəlmişəm. Şəhid Temrov Mansurun anasıyam, yeganə anayam. Bu günləri Ruslan balamızın mövlududur. Atasına, anasına səbir deyirəm, dözüm diləyirəm. Allah bütün şəhidlərimizin məqamını ücə eləsin, yerlərini cənnət eləsin. Valideynlərinə də səbir versin. Biz yaşayaq ki, balalarımız da yaşayaq. Amin inşallah. Mən də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi Şuşa Fatihi Məmmədov Eminin anasıyam. Allah cəm şəhidlərimizin məqamını uca, ruhunu şad eləsin. Amin inşallah. Bəli, hörmətli Şəhidin TV izləyiciləri, bizimlə Bakıdan birlikdə bizim bir möminə bacımız gəlir, dindar bacımız gəlir. Mələkə xanım, elə istərdik Mələkə xanım da bu tədbirdə, bu Mövlud günündə öz qəlbindən keçən sözləri eşidək. Buyurun Mələkə xanım. Çox sağ olun, mən də təşəkkür edirəm. Əvvəla Allah şəhidlərimizi Kərbala şəhidlərlə mehman eləsin inşallah. Cəmiyyən bütün şəhidlərimizə, şəxsən onlar yəni cənnətlikdir. Quranda ayə var, deyir şəhidlərə ölü deməyin, onlar ölməyib. Allah bir daha onların ruhunu ailələrinə, balalarına, valideynlərinə duaçı eləsin inşallah. Məqamlarını uca eləsin. Allah bir daha ölkəmizə, vətənimizə, dünyamıza müharibə göstərməsin. Amin inşallah. Bütün dünyamızı qorusun, ordumuzu qorusun, əskərlərimizi qorusun. Mən də təşəkkür edirəm, bir daha qarşınızda baş əyirəm. Allah bütün şəhid analarımıza, atalarımıza, dünyadan köçənlərə qəni-qəni rəhmət eləsin. Qalanlarına da Allah bərəkətli, sağlıqlı ömür nəsib eləsin. Təşəkkür edirəm. Allah evinizə həmişə xeyir işlərə gələk inşallah. Amin inşallah. Əziz izləyicilərimiz, hal-hazırda biz şəhidimizin muzeyindəyik. Birazdan məzarlığa gedib şəhidimizin məzarını ziyarət edəcəyik. Ev muzeyindəyik, ev muzeyini ziyarət edirik. Birazdan sonra məzarlığa gedib şəhidimizin məzarını ziyarət edəcəyik. Və məclis şəhidimizin adına, mövluduna hazırlanmış məclis davam edəcəkdir. Və bu günlərin bildiyiniz kimi Azərbaycan Respublikasının daha bir lideri, banisi, ulu öndərimiz Heydər Əliyev cənablarının da mövlududur. Bəli, bəli. Bu münasibətlə biz elə şəhid valideynləri, qazilər, bir sözlə Azərbaycan Respublikası şəhid əlilləri və müharibə veteranları müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov və həmin İctimai Birliyinin kollektivi, Şəhidim TV kanalı, ulu öndərimizi də mövludu münasibəti ilə təbrik edirik və Ruslan qardaşımızın cənnətdə dəyişməyən mövludunu təbrik edirik. Mövludu mübarək olsun, şəhidim. Mübarək olsun. Bəli də bizə Ruslanın özünə məxsus olan veşlərdən göstərir. Ən gözəli mən bizə bir şey eləyim, lap yandırıcı, lap belə nətər deyim. Allah səbir versin. Şey eləyir, bunun bu paltarıydı, maşında mən onu götürdüm. Onu bilmirəm, görmüsünüz, görməmişsiniz. Axtarıb tapandan sonra maşının arxa pasplesin yanında bu paltarı alacaq. Demək, düşürdüyü yığırdı blokda belə. Çıxanda, hələ onu blokda görürüm ki, iyisi dağılmamaq üçün. Bir dənə bax, bunu geyinirdi, pastayanla. Bu koftasını geyinirdi, o şalvarları şeylədim. Bir də bu koftanı geyinirdi. Bu şəkillərdə də var. Və iyisi hələ də gəlir onun burada. Allah səbir versin. Hələ də iyisi var. Allah səbir versin. Allah Ruslan qardaşımızın timsalında cəm şəhidlərimizin məkanın cənnət məqamlarımızı ölsün. Ayaqlarım Mələkə bacı da dedi. Şəhidlərimiz Burada da ki, paltarları çoxdur. Onu mən heç bilmirəm. Bu voyenli formaları, qrajansk paltarları, hər bir şey.
O çox modabaz geyinib. Deyir, şəhidlər o vaxt ölür ki, unutulanlar. Unutulanda. Mən ümid varam ki, nə vaxta kimi ki, bu xalqımızın qeyrətli nümayəndələri var, xalqımızın qeyrətli oğulları, qızları var. Şəhidlərimiz heç vaxt unudulmuyor, Unudulmayacaqlar. Bir daha Allah səbrinizi Səbir versin. versin. Allah qarşınızda baş əyirik. Allah səbir versin. Xoş halınıza. Həqiqətən sizin kimi anaların elə bir evlatları var. Biz onların sayəsində bugünkü günü buradayıq. Bugünkü gündə necə deyim, yaşayırıq. Allah səbir versin. Bir daha yenə deyirəm, hər birimiz, hər bir Azərbaycan evladı sizin qarşınızda baş əyirik. Əllərimizdən öpürük. Allah səbir versin. Allah şəhidlərimizi bir daha Kərbəla şəhidləri ilə məşğul eləsin inşallah. Mövludlar da mübarək olsun. Cənnətdəki mövludlar da. Çıxırdım elə zəng edir. Allah rəhmət eləsin. Dur terminatını. Əziz və hörmətli şəhidin TV izləyiciləri, elə çəkiliş apardığımız zaman bizim İctimai Birliyin Beylərqan rayon üzrə regionalının sədri Telman müəllim buyurdu. Elə istərdik Telman müəllimdən özürə sözlənmişdir bu şəhidimizin cənnətdə dəyişməyən mövzuda əlaqədar. Buyur Telman müəllim. Minnətdaram Cavit müəllim, var olun. Biz də Azərbaycan Respublikasının şəhid ailələri, əlillər və müharibə veteranlarının Müdafiəsi İctimai Birliyinin sədri hörmətli Tahir müəllimin adından sizə həm baş sağlığı veririk, həm bizim qəhrəman şəhidimizin cənnətdəki mövlüdü mübarək olsun, cəmiyyətimiz adından nətər deyim, elə burada iştirak edirik. Allah qəhrəman şəhidlərimizin hamısına, cəmi, hamısına rəhmət eləsin. Amin. Ruhları şad olsun, məkanları cənnət olsun. Ruslan qardaşımızın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Başınız sağ olsun, hörmətli şəhid anaları. Biz hər zaman sizə minnətdarıq, sizə borçluyuq. Siz kimi qəhrəman anaların sayəsində bu gün torpaqlarımız azaddır, ölkəmiz müstəqildir, ərazi bütövlüyümüz bərpa olub. Allah sizin həmişə başınızı uca eləsin, evlatlarınıza rəhmət eləsin. Var olun amma. Buyurun Asad bəlkə siz də özür rəhsizləri. Allah rəhmət eləsin. Məclisimizə daha iki şəhid anası təşrif buyurdu. İstərdik onlar da özlərini təqdim etsinlər, tanısınlar və Ruslan qardaşımızın cənnətdə dəyişməyən mövludunu. Adını deyirsiniz. Yanır. Filankəs o, filankəsin. Mən Məmmədov Eminin anasıyam. Elə tək oğlu. Səbin olsun. Ruslanla bir yerdə işləyirdim. Emin. Emin. Nə deyim, çətindir bunların yoxluğundan neysə demək. Onları hər zaman bizim qəlbimizdə yaşayacaqlar. Ruslanın ad gününü təbrik edirəm, Eminimin adından. Bütün Ruslan Cənnətdəki dəyişməyən ad günü mübarək olsun. Olmayanlar hamısı təbrik edir ki, onların qardaşlarının düyün ad günüdür. Allah bütün şəhid verən ailələrə səbir, dözüm diləyirəm. Allah qazilərimizə də can sağlığı diləyirəm. Amin inşallah. Belə şəhidlərimizi də çəkib işıqlandırırsınız, sizə minnətdarıq. Sağ olun, qadan olun. Mən də Əliyev Xəyalın anasıyam. Mən də Ruslana mövludunu təbrik edirəm. Bütün şəhid analarının qarşısında baş əyirəm. Onlar hamısı bir çasta işləyib uşaqlar. Hamısına özüm qurban deyirəm. 6 ildir zülümdəyik. Hamımızın dərdini özüm qurban. Can, biz sizə qurban olun. Biz sizə qurban olun. Ruhları şad olsun. Siz ağlamayın. Biz sizə qurban olun. Ananın bir sözü mənə çox təsir etdi. Ana dedi ki, Ruslanın cənnətdə dəyişməyən mövludunu Eminin adından təbrik edir. Öz adından yox. Səngərdə çiyin olmuş, o döyüşü, ağır döyüş yolunu keçmiş Emin qardaşımızın adından təbrik edir. And olsun Allah'a. Və biz də bir daha Ruslan qardaşımızın cənnətdə dəyişməyən mövludunu təbrik edirik. Bütün şəhid əhəllərini Allahdan səbir edir. Allah məkanlarını cənnət məqamlarınızı etsin. And olsun Allah'a, səbr bazı. Ruslan
Ruslan. Benim aması da canlı şahitdir. Zəng elədi ki, ata, qaç salxozlara. Emin nəysə başına gəlib. Amma bilərəkdən bilirdi onu. Özü görmüşdü. Get ata ora tez. Hara getməsən də tez. Neynisən elə get özü çatdır ora. Emin gələ. Dedim ki, nədir Ruslan, nə olub? Dedi get. Xəbər bilirdi onu. Get, hə. Sən get ora. Dedim, yaxşı, gedəcəm. Getdim, salxoza çatanda zəng elədi, hardasan? Dedim ki, orada. Dedi, bir şey eşitdim. Dedim, təxminən belə eşitdim, amma sən desən, dedi, mən deyə bilmərəm. Oradan əl çəkmə. Oradan əl çəkmə. İndi uşaqların, bir neçə uşaqların çıxması, girməsi, bu məxfi idarə olduğuna görə, Ruslanın, mən də bilmirdim, 8 aydan sonra bildim ki, o məxfi idarənin işçisi. Gəlirdi burada, bax, 3 dənə şəhidin mövlutunu, dəfininə gəldi, hamı da görürdü. Onun geyimini, onun üstünün qaralmazat olmağını, hamısı deyirdi. İndi Allaha qurban olun. Allah hamımıza səbir versin, bütün analara, Allah qazilərimizi qorusun. Amin. Allah ordumuzu qorusun, ailə baş komandanımızı qorusun. Allah can sağlığı versin. O vaxtı yox idi sərkərdəmiz. Bu vaxtı var idi. Sərkərdənin hesabında məsələsi 3000 biz şəhid verdik. Amma o vaxtı gör neçə min şəhidlərimiz getdi. Düzdür. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Amin. Şəhidlik elə bir məqamdır ki, o hər insana verilmir. Xoş hallarına. Sağ bilmədim ki, o il Değişmeyen atkine kurban olum Ayrıslan. 32 yaş oldu, 38 yaş oldu. Ayrıslan, Ayrıslan, dünyadan yarım çekiyeden ışıklı dünyadan ayrıslan. Bu zulmü derdi bize niye Allah yaşattı? Ay Allah. Lay lay balam lay. Lay şehitler lay. Lay körpeler lay. Dünyadan doymayan balalar lay. Yazın şehit analar ataları. Bu derdi ne dert çektiniz ay analar atalar. Nasıllar kardeşler? Bu dövsüzmez derde niye düştünüz? Ay balalar. Ay susu tadağlı balalar. Ay Allah, sözlerin elinde kalan balalar. Özesinden varan, derden varan balalar lay. Adam takmadı süresin derdi neydi dersiz. Şehitler, ay balalar. Lay balam lay. Gülüm lay. Lay bahçelerim sağ kurban. Sağa kurban ay balam, bu karanlık otağa kurban ay balam. Penceresi kapısı yok balam lay. Gelen balam oradadır, ne çekir Allah. Allah, bundan istektim ya da yoktu Allah. Kurban oğlum gel. Bir sana kurban. Güleğin ne güne kaldı. Her yerde gülüştü şehitleri görenden sonra ne güneş istesin. Sahabele yaraşmadı, hemşe gülüştü, sevişti balam. Elimize seviş getiren balam. Havadan öter canını veren balam. Akıl gözü yok olan balam. Balalarımızın milletin başına eş geldi Allah. Balalarımızdan kuşlar gördü, alasılar gördü Allah. Balamızı keşke görer diye olmasa dilinden çıkan sözleri eşiterdi ya Allah. Balalarımızın ağzına dökerdi ya Allah. Sus dudağlı balam Allah. Oy başımı dünyanın göz saçağımdan çevirdi ya Allah. Ölene gibi balam sarsın yarın Allah görmeli. Allah balalardan Allah. Karanlık odada penceresi yok.
onu sakit İşimiz yanar. Yok, sakit. Gelin, gelin, gelin. Allah her gün içimizde dert bizimdir. Buralara gelin, buralara. Hamısını yerin Hörmətli Şəhidim TV izləyiciləri, gördüyünüz kimi biz artıq Məzaristandayıq, Şəhidlər Xiyabanındayıq. Qəhrəman şəhidlərimizin uyuduğu bu torpaqdayıq, məzarlıqdayıq. Bu günlərim Ruslan qardaşımızın cənnətdə dəyişməyən mövlududur. Yaşasaydı 38 yaş tamam olurdu. Və bayaq orada söhbət etdiyimiz kimi Azərbaycan Respublikası şəhid ailələri, Əlillər və Müharibə Etirafları Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov müəyyən səbəblərdən iştirak etməsə də, biz onun adından şəhidimizin valideynlərinə Allahdan səbir dilədik, başsağlığı dilədik. Və burada bizim İctimai Birliyin üzvləri buradadır. Hal-hazırda mənimlə burada Füzuli rayon Azərbaycan Respublikası şəhid ailələri, Əlillər və Müharibə Etirafları Müdafiəsinin İctimai Birliyinin sədri, həm də Qarabağ regional sədri Mərdan müəllim buradadır. Elə bu anda istərdik Mərdan müəllim də öz ürək sözlərini bildirsin izləyicilərimizə. Buyurun Mərdan müəllim. Çox sağ olun. Hörmətli şəhid analarımız, şəhid valideynlərimiz, atalarımız. Bu günləri nur üzlü şəhidimiz Ruslan qardaşımızın mövlud günüdür. Bu münasibətlər bizim boynumuzun borcu olaraq yığışmışıq, onu yad edilərik. Allah məkanın uca eləsin, ruhun şad eləsin. Allah onun valideynlərinə, əzizlərinə səbir versin. Əlbəttə onun anası, atası, bax belə xalqımız üçün, dövlətimiz üçün, Ruslan kimi, bax belə gözəl, igid, qəhrəman oğullar yetişdirib vətənə yollarına. Onlar vətən yolunda, xalqımız yolunda, müstəqilliyimiz yolunda, bayrağımız yolunda öz şirin canlarından keçdilər. Qəhrəmanlarımız haqqında çox danışmaq olar, hətta saatlarla danışmaq olar. Amma biz onu bilməliyik ki, bir Azərbaycan vətəndaşı kimi, Azərbaycanlılar kimi heç vaxt biz şəhidlərimizi unutmamalıyıq. Şəhidlərimiz bizim qəlbimizdə daim yaşayacaq. Nə qədər Azərbaycan xalqı var, şəhidlərimiz də var. Biz onlarla qürur duyuruq, onlarla fəxr edirik. Allah hamısının məkanını uca eləsin, ruhun şad eləsin. Gördüyünüz kimi Bahar qəsəbəsi tam orta məktəbinin şagirdləri buradadır. Qəhrəman şəhidimizin cənnətdə dəyişməyən mövluduna həsr olmuş tədbirdədirlər. Yəqin o şagirdlərimizin də öz ürək sözləri var, şeirləri var. İstərdik ki, elə bir-bir də olsa şagirdlərimiz öz şeirlərini, ürək sözlərini səsləndirsinlər. Buyurun. Düşmənlə döyüş başlayan zaman
Dedi azad olsun gərək el obam. Vuruşdu düşmənə vermədi aman. Vətəni çox sevdin sən öz canından. Sən tarix yazmısan bu yolda Ruslan. Vətən deyib sən yolunda savaşdın. Güllələr yağarkən geri durmadın. İgidlik göstərib medallar aldın. Vətəni çox sevdin sən öz canından. Sən tarix yazmısan bu yolda Ruslan. Aprel döyüşlərində öndə getmisən. Kəşfiyyatçı kimi xidmət etmisən. Vətən üçün öz canından keçmisən. Vətəni çox sevdin sən öz canından. Sən tarix yazmısan bu yolda Ruslan. Mənim qəhrəmandayım, qorxma siglim məhdəyim. Unutma bilsən, hər zaman yaşlardayım. Azad olan torpaqlarda izin var. İndi qovublar eldən yağırlar. Ucalıbdır indi orada bayraqlar. Vətəni çox sevdin sən öz canından. Sən tarix yazmısan bu yolda Ruslan. Döyüşlərdə çox düşməni məhv etdin. Sən vaxtsız vədasız dünyadan getdin. Ananın ürəyinə Ruslan dağ çəkdin. Vətəni çox sevdin sən öz canından. Sən tarix yazmısan bu yolda Ruslan. Yenə candan can ayrıldı. Şəhidim var Azərbaycan. Vətən sağ olsun deyən. İgidim var Azərbaycan. Bu torpağa qan tökmüşük. Şəhid verib diz çökmüşük. Sanmasınlar biz ölmüşük. İgidim var Azərbaycan. Dinlə məni, düşün biraz. Dinlə məni, düşün biraz. Minlərin son nəfəsiyəm. Bugün torpaq altında yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an. Keçsə də çox uzun zaman. Düşmənə dirədən aman. O ordunun mərkəsiyəm. Bugün torpaq altında yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş. Məni bilənlərdən soruş. O cəsarətli, o mərd duruş. Kimsə tez unudulmuş mənəbin xatirəsiyəm. Bugün torpaq altında yatan həmin şəhidin səsiyəm. Şeirim var mı? Əziz izləyicilər, məlum məsələdir ki, kimliyinin asılı olmayaraq insan ilk dəfə dünyaya gələndə ilk öncə evdə ailə tərbiyəsi götürür və artıq məktəbə qədəm qoyandan sonra həmin o tərbiyəni bu gənc övladlara verən müəllimələrdir, bu elmi biliyi öyrədən müəllimlərdir. Kimliyindən asılı olmayaraq, istər dövlət məmuru oldu, istər hər hansı bir işin sahibi oldu, onlara ilk bu elmi öyrədən müəllimələrdir. Mən də bu ilk öncə müəllimlərimizə özlərinin təşəkkürümüzü bildirir ki, həqiqətən də belə vətənpərvər övladlar böyüdür, öyrədir. Və mən elə bu anda İradə müəlliməyə söz vermək istəyərdim ki, İradə müəllimə də bu tələbələr üzründə, bu şagirdlər üzərində əziyyəti çəkmiş olmuş müəllimlərdəndir. Buyurun, İradə müəllimə. Mən hər bir tədbirdə, şəhid tədbirində ilk sözüm budur, bir ana kimi. Bir şəhid analarla deyirəm. Analarınıza biz analar qurbanı. Əlimizdən gələn budur. Allah ruhlarını şad eləsin. Elə bilirəm ki, hər dəfə, hər hansı bir şəhidin adı çəkiləndə, onun tədbirində iştirak edəndə, biz onun ruhunun şad olduğunu özümüzdə hiss edirik. Deyirlər ki, cənnət mələyi, onlar zaten cənnət mələyi oldular özlərinin şəhadətləri ilə. Biz bunu dini baxımdan deyirik. Müəllim olaraq onu deyə bilərəm ki, Ruslan çılğın şagirdidir, yəni xarakteri çılğın idi. Onun çılğınlığı elə onun təbiətində də göstərdi. Ruslar Rusiyada yaşayırdı. O, bura qayıtmaya da bilərdi. Rahat bir həyatını sürə də bilərdi orada, yaşaya bilərdi. Amma bildiyimiz kimi Ruslar doğma torpağını, elini, obasını seçdi. Deyir, vətən mənə
Vətən mənə oğul desə nə dərdim? Mamurluq qayasında bitərdim. Baxın, bu uşaqlar daşlaşmış şahidlərimizdir, müharibənin şahidləridir. Hər hansı bir şəhidin ünvanına, şəhid tədbirində hər hansı bir şeir deyiləndə biz bunu gəlişi gözəl sözlər kimi qarşılamayaq. O sözlər zaten cismən yaşanmış, o şeiri yazan şəxs cismən, ruhən də həmin o sözləri, o vəziyyəti yaşamış olur ki, şəhidlərimizi vəsf edirlər. Ruslanların salamatıyıq, mən belə deyirəm. Şəxsən öz adımdan deyirəm, hər çəkdiyimiz nəfəs Ruslanların adınadır, Ruslanların sayəsindədir. 3000-dən artıq şəhidimiz var. Bilirik ki, uşaqlar, bunların hamısı heç də mən öləcəm deyib getməyiblər. Onlar mənim vətənim azad olsun, torpağım azad olsun, sevə-sevə musiqi sədaları altında gediblər. Şəhidlik də arzuları olub onların. Yəni, torpağı qorumaq bizdə deyirlər düşmən çəpəri. Oğul düşmən çəpəridir. Onlar getdilər düşmənə çəpər oldular və torpağımızı qorudular. Bəziləri şəhadətə ucaldı, bəziləri sağlamlığını itirdi, bəziləri də xoşbəxtlikdən yəni düşmən gülləsinə tuş gəlmədilər. Hər biri bizim üçün onların qəhrəmandır. Şəhidlərimiz bizim baş tacımızdır. Bunlar sadə sözlər deyil. Şəhidlərimizin sayəsində bizim vətənimiz azaddır. Bugün Azərbaycan ordusunun, Şuşanı bilirsiniz ki, fəth eləyən ordumuzun, onların o taktiki gedişləri ki var, hazırlanmış taktiki müharibədə indi hərbiçilərimiz gözəl bilirlər. O taktiki gedişləri bugün NATO deyilən, dünyaya meydan oxuyan NATO ordusunun dərsliklərində istifadə edirlər. Yəni Azərbaycanın daima, Azərbaycanlılar türkdülər. Türkün də alnına döyüş yazılır. Alnına döyüş yazılan oğlanlar da bu günləri bizi öz başlarına toplayıblar. Nə qədər ki, mən arzu edirəm ki, gələcək nəslə, bir yaşlı bir insan olaraq, gələcək nəslə arzum odur ki, gəlin şəhidlərin ruhuna layiq ola bilək. Hər əməlimizlə, şagirdlərimiz təhsili ilə, digər insanlarımız ölkəmizin rifahına çalışmağı ilə. Biz gəlin şəhidlərimizin ruhuna layiq olaq. Allahdan şəhidlərimizə rəhmət diləyirəm, yəni deyiləsi sözlər çoxdur. Deyirəm ki, bir Leyli bacı, bir yaranın üstünə bir su səpmiş kimi olaq. Sənin oğlun təkcə sənin oğlun deyil, sənin oğlun olmaqdan necə deyirlər, çıxıb artıq o millətin evladıdır. Millətin baş tacıdır. Yəni bizim fəxarətimizdir şəhidlərimiz. Bütün şəhid analarına deyirəm. Sizin qarşınıza baş əyirəm, evlatlarınıza bizim kimi analar qurban olsun. Allah ruhlarını şad eləsin. Amin. Ruslar ruhun şad olsun bala. Allah kömək olsun. Sağ olun. Hörmətli Şəhidim TV izləyiciləri, Azərbaycan Respublikası şəhid əliləri, əlilləri və müharibə veteranlar müdafiəsi İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin üzvləri buradadır. Buyurun, Səməd müəllim. Bildiyiniz kimi Cəbrayıl rayon İctimai Birliyinin sədri Səməd müəllimdir. Onlar da özlərinə borc bilmişdilər ki, şəhidlərimizin bu günlərin mövludunda iştirak etsinlər. Belə ilk öncə istərdik ki, Səməd müəllim Cəbrayıl rayonunun sədri kimi öz ürəyindən keçən sözləri bildirsin. Buyur Səməd müəllim. Salam olsun şəhidlərimizə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid analarımız, bacılarımız, atalarımız, qardaşlarımız, hər birinizin əllərindən öpürük. Allah sizə səbir dözüm versin. Bəli, bugün biz bir arada yığışmışıqsa, bugün xoş gün görürüksə, yaşayırıqsa, qəhrəman şəhidlərimizə borcluyuq. Bütün azadlığımızı, hər günümüzü, dəqiqamızı qəhrəman şəhidlərimizə borcluyuq. Qazilərimizə, veteranlarımıza borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Məkanları cənnət olsun. Nəinki anım günlərində, hər zaman biz qəhrəman şəhidlərimizi anmalıyıq. İstər yol kənarında plakatın önündən keçəndə bir salam vermək, bir çes vermək o özü suabdır. Ruhu şad olsun. Həmişə şəhidlərimizin ruhu bizimlədir. Onlar görür, baxır, izləyir göylərdən, hər yerdən ki, bugün şəhid analarının, atalarının gözü yollarda qalır. Onlara
maddi cəhət lazım deyil. Bu gün onlara mənəvi dəstək lazımdır. Onların qapısını döyən adam lazımdır. Onları ziyarət eləmək lazımdır. Onlar onunla təskinlik tapar. Başqa heç nə olmurlar, valla. Bir daha Allah səbir dözüm versin. Vəli baba, biz həmişə sizə böyük qardaş kimi, ağsaqqal kimi, yerlimiz kimi Vəli baba demişik. Bəli, bəli. Ona görə də Cəmiyyətin bir dənə babası var, o da mənəm. bəli, Allah sizə, hər bir şəhid ailəsinə, hər bir şəhid analarımıza, bacılarımıza səbir dözüm versin. Amin inşallah. Biz qəhrəman şəhidlərimizi hər zaman yaşadaq, təbliğ eləyək, unutmayaq, heç vaxt. Allah kömək olsun, Allah can sağlığı versin. Əziz Şəhidin TV izləyiciləri, Cəbrayıl rayon şöbəsinin gözəl bir şairəsi var burada. Dürdana xanım Qaraşova. Biz istərdik Dürdana xanım da öz ürəyindən keçən sözləri şeiri ilə, sözü ilə Şəhidin TV izləyicilərinə çatdırsın. Buyurun Dürdana xanım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid analarının qarşısında baş əyirəm. Allah ruhunu şad eləsin. Hüseyin Ruslan Vəloğlunun bu gün cənnətdəki doğum günüdür. Yaşasaydı 38 yaşını tamam edəcəkdi. Ancaq yaşlanmaq və ölmək yaşayan insanlara aiddir. Şəhidlərimiz isə heç zaman ölmürlər. Onlar həmişə cavan olaraq qalırlar. Yəni daima yaşayırlar. 100 min illər də keçsə, yəni biz həyatda olmasaq da hər gələn nəsil onları anır, onları yada salır. Yəni bu şəhid valideynlərinə bir təskinlik olaraq mən bu sözü deyirəm ki, yəni bizim hər birimiz bu dünyadan ölüb gedəcəyik, ancaq heç vaxt yada düşməyəcəyik. Amma Ruslan kimi bizim qəhrəman igid oğullarımız hər zaman, bax bu gələcək gələn nəsillər onları hər zaman bax beləcə yada salacaq. Biz olsaq da, olmasaq da, yəni bizlər də hər birimiz çalışırıq ki, Ruslan kimi igid şəhidlərimizin hər birini bax bu gələcək gələn nəslə təbliğ eləyək, istər tədbirlərimizdə, bütün təhsil ocaqlarında biz bütün şəhidlərimizi təbliğ edirik və bundan da əlavə mənim bu yaxın günlərdə də bir Cəbrayıl şəhidləri adlı kitabım dərc olundu. Orada heç bir şəhidimiz yəni kənarda qalmayıb. Bütün şəhidlərimizin adı orada var, onların haqqında məlumat, şeirləri, yəni onların göstərdikləri igidlikləri haqqında nəsə bir, bütün analara bir təsəlli də olsa çalışmışam ki, orada olsun. Çünki şəhid anaları bizdən nə istəyir? Onlara mənəvi dəstək lazımdır, onlar övlad itiriblər. Bu onların haqqıdır ki, görsünlər ki, onların övladları heç vaxt itməyibdir, yaddan çıxmayıbdır, heç vaxt unudulmayıbdır. Yəni onların maddi dəstəyə ehtiyacları yoxdur, onların mənəvi dəstəyə ehtiyacları var. Ona görə də bizim vətənin vətənpərvər insanları çox olmalıdır ki, yəni hər zaman Ruslan kimi igidlərimizi, bax bu qəhrəman şəhidlərimizin hər birini biz yada salaq. Çünki onlar öz canlarını, öz qanlarını torpaqlarımız uğrunda qurban veriblər. Bu da elə-belə bir şey deyil. Yəni çox insanlarımız var idi, amma yalnız belə deyək də, elə bir insanlar, elə bir oğullarımız getdilər ki, bu da mən bax bu şəhid analarının qarşısında baş əyirəm. Onlar bax belə Ruslan kimi şəhid oğullar böyütdülər, vətənpərvər böyütdülər ki, yəni bugünkü gün onlar getdilər, torpaqlarımızı düşmən işğalından azad etdilər. Bugün biz alnı açıq, quyruqlu, başı uca gəzirik. Ruhu qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Məqamları hər zaman uca olsun. Amin. Siz izləyicilərimiz, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Etkiləri Müdafiəsi İctimai Birliyinin Zəngəzur Regional Şöbəsinin sədri Mərdan müəllimin müavini Elnara xanım Abbasova da buradadır. İstərdi Elnara xanım da öz ürəyindən keçən sözləri Şəhidin TV izləyiciləri çatsın. Buyurun Elnara xanım. Öncə hər birinizi salamlayıram. Qeyd edim ki, illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan Respublikasının igid mərd oğulları düşmənə bir ovuc torpaq verməmək anlamında düşmənin önünə əti ilə, canı ilə çəpər çəkib, düşmənin mərmisinə sinəsini sipər edib, qanı ilə tarix yazdılar. Lakin
mənfur erməni daşnaqları öz xain hiyləgərliklərindən əl çəkmədən illərdir Qarabağımızı işğal etdilər. 44 günlük müharibədə Azərbaycan Respublikasının silahlı müzəffər ordumuzun dəstəyi ilə, xalqımızın əl birliyi ilə, cənab prezidentimizin dəmir yumruğu ətrafında cəm olan xalqımız ilk öncə ümumi lider Heydər Əliyevin vəsiyyətini icra edərək və torpaqlarımızı işğaldan azad etdik. Qürurumuzu, gücümüzü, dövlətimizi dünyaya bir daha bəyan etdik. Mən Füzuli rayon Yağlıvənd kənd şəhidi Rahib Əliyev Kazımoğlu'nun bacısı olaraq hər bir şəhidlərimizin müqəddəs ruhu önündə ehtiram və etiqadla baş əyir, ailə üzvlərimizə səbir diləyirəm. Şəhidlərimizin tək şahidi, cənnət qoxulu qazilərimizin, müharibə iştirakçılarının, veteranlarımıza Allahdan səbir diləyib, uzun ömür, can sağlığı diləyirəm. Şəhidlər ölməz, vətən bölünməz. Şəhidlərimiz bizim tarixi bir qəhrəmanlardır. Üç rəhli bayrağımız enməz. Şəhidlərimiz haqqında uzun cümlələr quraraq fikir bildirmək istərdim. Lakin vaxt məhdudiyyətini nəzərə alıb fikirlərimi qısa bir cümlə ilə ifadə etmək istərdim ki, məndən öncə natiq şəxslər də gözəl, dəyərli natiq cümlələr ifadə etdilər. Allah hər bir şəhid ailələrinə səbir versin, şəhidlərimizin ruhu şad olsun, Ruslan qardaşımızın timsalında bütün şəhidlərimizin Allah məkanın cənnət eləsin. Amin. Mən Sumqayıt şəhidi, baş gizir əməklər Niyaməddin anasıyam. Sumqayıtdan bu uşaqlarla Niyaməddin gedişlədiyinə görə hər dəfə onların gücüm çatan qədər mövduduna, elinə gəldim. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Atalara, analara səbr diləyirəm. Bizim balalarımızın yazdığı tarixi hər vaxt yaşamağını istəyirəm. Qoy ucalan bayrağımız bir deyilməsin. Dövlətimiz, millətimiz var olsun. Biz analardan iyiyiz. Allah səbr. Beyləqan şəhidi Qalacaq Kərimin anasıyam. Allah bütün şəhidlərə rəhmət eləsin, yerləri cənnət olsun. Bütün analara səbir dözüm. Vaziyətə səbir dözüm, qardaşımlarla. Allah bir də şəhidlərimizin yerini cənnət eləsin. Mən də Rüstəm Qübələrin şəhidi Rüstəmli Bəhruzun anasıyam. Bugün Ruslanın mövlududur, onun cənnətdəki mövludu mübarək olsun. Cəmi şəhidlərində məkanı cənnət olsun. Beyləqan şəhidi Zəlil İlurun anasıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Bacıma səbir diləyirəm, güc, qüvvət diləyirəm. Allah qardaşıma da dözüm versin. Həm də hərbi polis İsmailzadə Vaqifin anasıyam. Məsələn Cəbrailli, amma Beyləqanda məskunlaşmış. Məzarı da Beyləqandadır. Bugünkü gün Ruslan balamızın mövluduna yığılmışıq. Ona deyərəm, cənnətdəki dəyişməyən mövludun mübarək olsun olur. Allahdan Leyla bacıya, Vəli qardaşıma səbir, bütün şəhid analarına, atalarına, bacılarına, qardaşlarına Allah səbir versin. Dözüm versin ki, bu dərdi biz yaşayaq ki, balalarımızı yaşadaq. Biz də Ruslan balanın doğum gününə gəlmişik, həmçinin bütün şəhidlərimizi ziyarət edirik. Allah qəbul eləsin, Allah ruhları şad eləsin, elinə, obasına, əziz anasına, atasına, əzizlərinə baş sağlığı veririk. Doğrudan da Dilruba xanım düz qeyd elədi ki, şəhidlər ölmür, Quran bunu deyir. Şəhidlər ölməzdir, biz yox, onlar diridilər, əbədi dünyadadılar, ruhları şad olsun. Siz də əziz şəhid anaları, hər biriniz müqəddəssiniz, sizin əllərinizdən öpürük. Siz qəhrəman analarsınız, belə qəhrəman oğullar böyütürsünüz. Sağ olun. Allah'a emanet. Allah can sağlığı. Allah rəhmət eləsin. O ölmüşdür, yaşayır, Ruslan yaşayır. Bizə elə gəlir ki, ölmüşdür, yox. O sağ olun. Allah rəhmət eləsin, bütün şəhidlərə rəhmət eləsin. Heç kimin yadına bir şey çıxmır. Hamının rəhmət keçir, hamı xatırlayır.
Yenə də Allah valideynə, ətrafına səbr etsin. Əziz izləyicilərimiz, burada hal-hazırda bizimlə məzarsız şəhid, bütün şəhidimizin qardaşı buradadır. Allah Quliyev Mahir Məmmədoğlu'nun qardaşıdır. Qəhrəman şəhidimizin hələ də məzarı tapılmayıb. Məzarsız şəhiddir, bütün şəhidlərimizdəndir. Məkanı cənnət olsun, məqamımız olsun, Allah səbir versin. Buyurun. Müəllim təqdim elədi. Mən də Zəbrar Rəmxanov kəndinin ilkin şəhidi, Mahir Allah Quliyevin qardaşıyam. Özüm qazıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Ruslan qardaşımızın timsalında bütün şəhidlərimizə Allah rəhmət eləsin. Allah ailə üzvlərimizə səbir versin. Allah təala tezliklə Mahir qardaşımızın da nəşini bizimkilər tapsın, övlad ailəsinə təqdim etsin. Sizin də gözünüz yollardan gedirsin. Bir daha, bəli, bütün şəhidlərimiz tapılsın. Biz Allah'tan nə arzu diləyərdik? Allah təala bütün cəmi şəhidlərimizin məkanını cənnət, məqamlarını dözsün. Və bildiyiniz kimi heç zaman söyləmirik ki, şəhidlərə rəhmət söyləmirik. Niyə? Çünki şəhidlər ölmür. Ona görə də hər zaman şəhidlərimizə salam olsun deyirik. Salam olsun şəhidlərimizə. Mən şəhid Əliyev Pərvinin anasıyam. Bu məzarlıqda ilk uyuyan şəhidin anasıyam. Bu günləri Ruslan balamın dəyişməyə mövluduna yığılmışıq. Bala sənin o gözəl, o baxan gözləriyə mən ölməyən xalan qurban. Bacı, Allah sizlərə səbir versin. Hər bir ana qürurla bu günləri biz danışırıq ki, çünki bizim balalarımız tarix yazan balalardır. Onların qarşısında mən həmişə deyirəm, oğullar, sizin qarşınızda mən baş əyirəm. Çünki Allah bizə nəsib edib belə bir oğulların valideyn olmağı. Hər birimiz günləri qürurla dururuq ki, bu oğulların hesabına. Baş əyirəm oğul sənin qarşında, sənin mövludu təbrik edirəm. Anana, atana Allah'tan səbir diləyirəm, bacılarıma da. Çox sağ olun ki, sizlər də gəlirsiniz, bizlərin yanındasınız. Hər birinizə minnətdarım. Çünki biz analar o bir gözəldir, heç nə istəmirik. Sadəcə bizim yanımızda mənəvi dəstək, yanımızda balalarımızı həmişə vaxt elə paylaşalar. Şəkillərini görəndə sevinirik ki, bizim balalarımıza demək ola dəyər verilir. Həmişə də belə olasınız. Minnətdaram hər birinizə. Çox sağ olun. O yaxşıdır. Sən özün Əziz şəhidim TV izləyiciləri, hal-hazırda burada bizim yanımızda Allah şükür Zalov var, gözəl şairimiz. Bəli, Beyləqan rayon Mədəniyyət Mərkəzinin Allah Yarı kənd Mədəniyyət evinin müdürü, həm də Beyləqan rayon Təhsil şöbəsinin Allah Yarlı kənd tam orta məktəbinin valideyn komissiyasının sədri. Əvvəla hər birinizi xoş gördük. Dəyərli şəhid anaları, vətən sevərlər, dəyərli qurum rəhbərləri, xoş gördük. Dəyərli jurnalistlərimiz, xoş gəlmişsiniz. Allah vətən torpaq uğrunda əziz canlarını qurban verən bu cür qəhrəman oğullarımızın, igidlərimizin, nərəmlərimizin məqamını eləsin. Bilirsiniz ki, Nadir Aşarın dövründən sonra Azərbaycan torpağında 20 xanlıq dövr eləyib və çox təəssüf olsun ki, o xanlıqların heç birinin sözü bir yerə gəlmədiyi üçün biz Çar Rusiyasını və onların havadarlarının birgəsini biz işğallara məruz qalmışıq. Amma biz fəxr edirik ki, 29-30 ildən sonra bu cür igidlərimizin, aslanlarımızın, ərənlərimizin sayəsində 86,6 min kvadrat kilometr ərazimiz bərpa olundu. Allah şəhidimizin məqamını uca eləsin. Mən istəyərdim bu vətənimizin qəhrəman oğlunun keçdiyi həyat yolunu bircə nəzər yetirək. Çox xahiş edirəm. Bildiyiniz kimi Azərbaycan Respublikasının Beyləqan rayonunun Bahar qəsəbəsinin 2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin 44 günü 2-ci Qarabağ Dəmir Yumruq əməliyyatı şəhidi kəşfiyyatçı Hüseynov Ruslan Vəlioğlu'nun bu gün mövlud günüdür. 10 may 1988-ci il tarixində Beyləqan rayon Bahar qəsəbəsində vətənpərvər zəhmətkeş Vəli bəyin ailəsində dünyaya göz açmışdır. Ruslan 1995-ci ilin sentyabr ayında Sərdar İmrəliyev adına Bahar qəsəbə tam orta məktəbinə getmiş və 2006-cı ildə oxuduğu həmin məktəbi uğurla başa vuran Ruslan Hüseynov oxuduğu məktəb illərində elmi savadı, vətənpərvərliyi və örnək davranışı ilə müəllimlərinin
yoldaşlarını və onu tanıyıb bilən hər bir kəsin böyük hörmətini, rəğbətini və inamını qazanmışdır. Hüseynov Ruslan 2007-ci il tarixində vətən borcu olan həqiqi hərbi xidmətə yollanmış, hərbi xidmətini Gəncə şəhərində en saylı hərbi hissədə uğurla başa vurmuşdur. Şəhidimiz hərbi xidmət zamanı yüksək peşəkarlıq göstərdiyinə görə komandanlıq tərəfindən fəxri fərmanlar və mükafatlar ilə təltif edilmişdir. O cəsur vətənpərvər qorxmaz bir igid oğul idi. Ruslan güləş növü üzrə idmanla məşğul olurdu. Elə qulluq etdiyi hərbi hissədə idmanın güləş növü üzrə böyük uğurları olmuş Ruslan hərbi xidmətini uğurla başa vurduğu vaxt onu xidmət etdiyi hərbi hissədə çalışmaq təklifi edilmiş, lakin o razı olmamış və bir müddətdən sonra onun qəlbində olan vətən sevgisi hərbi hissədə hərbiçi kimi çalışmağa qərar verməsinə səbəb olmuşdur. Şəhid Ruslan Hüseynov 2013-cü ildə hərbi vəzifəsini davam etdirmək üçün kursa qəbul olmuş və kursu başa vurduqdan sonra 2014-cü ildə kəşfiyyatçı kimi xidmətə başlamışdır. Hərbi hissədə kəşfiyyatçı kimi fəaliyyət göstərdiyi dövrdə qorxmazlığı, çevikliyi ilə baş komandanlığın daha çox güvənini, inamını qazanmış və fəxri fərmanlar, mükafatlar ilə təltif edilmişdir. Ruslan Hüseynov 2016-cı ilin 4 günlük aprel döyüşlərinin fəal iştirakçısı olmuş, ən öndə gedən kəşfiyyatçı kimi öz missiyasını yerinə yetirməklə xüsusi fərqlənmişdir. Hüseynov Ruslan 2020-ci ilin 2-ci Qarabağ döyüşləri, 2-ci Qarabağ döyüşləri, dəmir yumruq əməliyyatı dövrü zamanı həqiqətən canını fəda edən oğullardan biri kimi öndə getmişdir. Şəhid Ruslan Hüseynov Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın, Qubatlının işğaldan azad edilməsinə xüsusi qəhrəmanlıq göstərmişdir. Şəhidimiz Ruslan Hüseynov 2020-ci ilin 1 noyabr tarixində Xocavənd və Şuşaya gedən Qırmızı Bazar deyilən istiqamətdə düşmən təxribatının qarşısını alarkən döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Qəhrəman şəhidimizə göstərdiyi igidliyə, şücaətə və döyüş zamanı qarşıda qoyulmuş tapşırıqların icrasını şərəf ilə yerinə yetirdiyi üçün Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları və bir çox ordenlər ilə təltif edilmişdir. Allah şəhidimizin məqamını uca, ruhun şad etsin. Şair onun üçün deyib, halal olsun vətən oğlu. Halal olsun vətən oğlu, boş qoymadın meydanları. Xar eylədin ölümünlə nankor, yağı düşmanları. Xoşbəxtliyə can atarkən bütün dünya insanları. Sən qazandın bu məqamı. Nə xoşbəxtsən, seyidsən sən. Ucaldınsa bu əl çatmaz zirvələrə. Şəhidsən sən. Halal olsun o kişiyə. Halal olsun o qadına. Ömür boyu halal çörək yedirdikdir. Sən tək mərd övladına və söyləyib sən vətənin yet hər zaman imdadına, düşmənlər də görsün necə yenilməzsən, igidsən sən, yurd uğrunda şirin canla keçmisən sən, şəhidsən sən, məğlubiyyət şübhələrdən alır qida, məğlubiyyət şübhələrdən alır qida, şübhələrsə ümidsizlik damarı ilə axır qana, elə isə ey igidim, ey şəhidim, içində bir inam gərək yana, alovlana, bu alovla şübhələri əritsən sən, ölümsüzlük ismi ilə müjdələnmiş şəhidsən sən, səninki yağı düşmən vətənini edir talan, gen sinəni sipər edib keşiyində möhkəm dayan, ey İmam Əlidən, İmam Hüseynindən yol götürüb ibrət alan, bizlər üçün elə eynən Əlisən sən, Hüseynsən sən, xoşanla vətən sənə oğul deyib şəhidsən sən, olu babaların davam eylə gərdişini, olu babaların davam eylə gərdişini, arzuları yarım qalmış oğulların hər işini, bu gününü qorumaqla sən qorudun kesmişini, Şah İsmail Xətai tək dahilərə müridsən sən, qılıncı ilə top lüləsi kəsən şah tək, şəhidsən sən, sən meydanda cəng edəndə düşmən barı parçalanır, sayəndə bu bayrağımız zirvələrdə dalğalanır, dar günündə vətən sənə arxalanır, çünki sən dağ kimi əzəmətli, vüqarlısan, şəhidsən sən, bu inamla candan keçsən, igidsən sən, bu inamla candan keçsən, igidsən sən. Əlbəttə, burada uyuyan hər bir qardaşımız öz qanı ilə ayrı-ayrılıqda tarix yazdılar. Qoy düşmən görsün, bağrı parçalansın ki, Azərbaycan oğulsuz, igidsiz deyil. Bu oğullar kimi biz bir ölərik, min dirilərik şüarı altında neçə oğullarımız, neçə ərənlərimiz yetişməkdədir. Yaşasın Azərbaycan, yaşasın Azərbaycanın Müzəffər Ali Baş Komandanı. Allah şəhidlərimizə rəhmət
qazilərimizə şəfa versin. Təşəkkür edirəm. Dinlədiyinizə görə hər birinizin qarşısında baş əyirəm. Hər birinizə təşəkkür edirəm. Şəhid ailələrinin bilib, eşidib, duyub bu gün dərdinə can yandırıb gələnlərin hər birinə ayrı-ayrı təşəkkür bildirirəm. Məmmədov Tahir Yaqub oğluna və Quliyev Telman, hörmətli Telman müəllimə təşəkkür edirəm. Fərmanzadə Zahirə təşəkkür edirəm. Allah hər birinizə razı olsun. Dəyərli jurnalistimizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Minnətdarım. Çox sağ olun. Allah səndən razı olsun. Sən qazimiz 2-ci Qarabağ müharibəsi qazisidir. Çox hörmətli bir oğlandır. Zəhmət olmasa da bir. Valla hər birini salamlayıram. Mən tüm şəhid analar qarşısında baş əyirəm. Həmin, yaxınca. Bura yığılmaqda, bura yığılan hamısı qəhrəman qardaşlarımızın. Qəhrəman qardaşlarımız da valideynləri sizlərsiniz. Biz ilk növbədə sizlərə minnətdarlığımızı bildiririk. O cürünə, bu cürünə bu yiğitləri vətənə layıqlı bir övlad kimi tövsiyə tərbiyənizi vermişsiniz. Onlar məhz sizləri yox, onlar Qarabağ aldır, amma Qarabağdan qayıtmadı. Onlar torpağın altında, biz torpağın üstündəyik. Onlar səbəbkarları o töz sökür sökür. Bu vətən olan, sizin onu öyrətdiniz, vətən olan, vətən sevgisindən irəli gəlir. Mən ilk növbədə yer verirəm, burada olan şəhid valideynlərinə, minnətdarlığımı bildirirəm, əllərindən öpürəm, dünyasını dəyişən valideynlərə rəhmət diləyirəm Allahdan. Allah qardaşlarımızın məkanını cənnət, ruhumuzda, məqamımızda, Allahımızda, xalqımıza, elimizə, obamıza bir daha belə qara bulud başımızda görsün, bir daha belə bir dərd yaşatmasın. Göz yaşlarımız həmişə sevinç göz yaşlarına əvəz olmasını istəyirəm. Kədər isə əvəzin altını tozu olmalı. Allahdan hər birimizə səbir diləyirəm, qonaqlarımıza çox sağ olun, təşəkkür edirəm. Şəhid analarına tək qonaqlı, minnətdarım biləm, hər birimizə təpələrdə oluluq. Var olasın, minnətdarım. Kənd əhalisinə də ki, xüsusi təşəkkürümü bildirirəm. Başda da məktəb kollektivi olmalı. Müəllimlərimiz, bəli. Hər dəfə bu tələbələrlə buralarda fərqlərdir. Və bu daimi olmasını mən arzulayıram. Sağ olun, gözəl bağlılar. Çünki vətənpərvər gəncliyin yetişməsində müəllimlərimizin böyük payı var, təsiri var. Mən bir şey qeyd etmək istərdim ki, ilk öncələr Vətən müharibəsindən sonra hara şəhid məclisinə gedirdiksə, şəhid məzarını ziyarət etməyə gedirdiksə, kütlərindən tərpənmək olmaz. Mən nə arz edirəm ki, necə ki 2020-ci ildəki dəmir yumruq altında həmrəy olan, bir olan xalq bu qələbəyə ki imza atdı, o həmrəyəliyi, birliyi qorusun və hər zaman istər şəhidlərimizin anım günündə, istər mövludlarında şəhid valideynlərinin yanında olsunlar. Və mən həmən o qabaqki izdihamı görmək istəyirəm ki, şəhid tədbiri adı gələndə, şəhid anım günü adı gələndə, şəhidin mövlud günü adı gələndə məzarlıqlar necə izdihamla dolu olursa, qoy elə də izdihamlı olsun. Şəhidlərimiz heç vaxt unudulmasın, şəhidlərimizi unutmayaq və gələcək nəsillərə də çalışaq ki, şəhidlərimizi unutturmayaq. Bir daha biz də Şəhidim TV kollektivi adından buradakı bütün şəhid valideynlərinə və Ruslan qardaşımızın timsalında bütün şəhidlərimizin məkanının cənnət, məqamlarımız olmasını Allahdan arzulayırıq. Şəhidlər ölmür, vətən bölümdür. Ona görə də şəhidlərə heç vaxt rəhmət yox, şəhidlərə salam olsun deyirik. Salam olsun şəhidlərimizə. Sonra şey vardı, Eyvaz bakmış buna adaydı. Sonra ondan sonra deyirsin Pamir. Qara Pamir ayağı kəsiyor. Bir dənə də var ya Pamir, Sumqayıtda. Ayağı kəsiyor. Sonra bax Əli Mənnun olur. Sarıyev rəhmətli. Sarıyev Əli. Bunlar hamısı mənim şagirdlərim. Eşidirsən nə var? Rəhmətli iki söhbəti deyildir. Orada mədə olmasın, çox şeylər səndə. Sən orada durmasan dünya dağlardı. Həmdə fəqəşədə dünya dağlardı.
məlum olduğu kimi qəhrəman şəhidimiz Ruslan Hüseyn Oxralovunun mövlud günüdür. Bu münasibətlə Azərbaycan Respublikasının şəhid ailələrilər və mavi veteranların müdafiə İctimai Birliyinin baş idarənin, tarix müəllimin, birinci müəllim, David müəllim tədbirdə iştirak edir. Təşkilatın Füzuli region sədri Mərdan Səfərov iştirak edir. Hörmətli bizim hüquqşünasımız Nazım müəllim buradadır. Mənim müavinim hörmətli Ramiz müəllim. Biz hər bir zaman burada iştirak edəndə müəllimlərin böyük səyin görmüşük, şahid olmuşuq ki, bizə bir vətənpərvərlik göstəriblər. Vətənpərvərlik ruhunda şagirdlər böyüdürlər. Və biz də ona nəzər alaraq Azərbaycan Respublikasının şəhid ailələrilər və müharibə veteranlarının müdafiə İctimai Birliyinin sədri hörmətli tarix müəllimin adından Müzəffər Ali Başkomandan Qarabağ Azərbaycanda fəxri diplomu ilə Beyləqan rayon Bahar qəsəbəsinin tam orta məktəbinin tarix müəllimi Həsənova Günəl Vəli qızının fəxri diplomu təqdim edilir, təbrik edilir. Zəhmət olmaz, Sənərə xanım, bunu təqdim edərdiniz. Beyləqan rayon birinci şahs yox. Bununla olmuştur. Thank you.